Əfqan Qadaşov adına Pirəkeşgül kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Nilüfər Şükürova dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan NYU Şanxay Universitetinə qəbul olub. Nilüfər Şükürova bu ali təhsil ocağına 90% təqaüdlə daxil olub. Gəlin Nilüfəri biz də tanıyaq. NYU-ya gedib NYU-da oxumaq böyük arzum olub. Uşaqlıqdan da belə kreativ sahələri sevdiyimə görə, media üzrə o sahələri sevdiyimə görə media və kommunikasiya üzrə yönəlmişəm. Nilüfər Şükürovanın arzusu xaricdə təhsil almaq olub. 6-cı sinifdən etibarən xarici universitetləri araşdırmağa başlayan Nilüfər elə həmin vaxtdan NYU Şanxay Universitetində oxumağı qarşısına məqsəd qoyub. Mənə həmişə ailəm, anam, atam çox dəstək olub. Həmişə nə arzulamışamsa, hara getmək istəmişəmsə, arxamda durublar və dəstək olublar. Məktəbdəki müəllimlərim, direktor, hamısı mənə çox bu yol üzrə mənə çox kömək olublar. Universitetdə qəbul faizinin cəmi 7% olması seçim prosesinin nə qədər rəqabətli olduğunu göstərir. Burada tələbələrin yarısını Çin, yarısını isə müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr təşkil edir. Nilüfər bu universitetə 90% təqaüdlə qəbul olunub. NYU Şanxay New York Universitetinin Şanxay kampusudur. Times Higher Education beynəlxalq reytingdə də 31-ci yerdə yerləşir. Mən SAT imtahanından 1460 bal yığmışam, IELTS imtahanından isə maksimal 9 baldan 8 bal toplamışam. Amma ki, qəbul prosesində təkcə imtahan nəticələri nəzərə alınmır. Əlavə olaraq da dərstənkənar fəaliyyətlər də nəzərə alınır. Nilüfər Şükürovanın təhsil aldığı Əfqan Qadaşov adına Pirəkeşgül kənd tam orta məktəbinin müəllim və şagird kollektivi də onun bu uğurunu böyük sevinclə qarşılayıblar. Bu nailiyyət yalnız Nilüfərin şəxsi uğuru deyil, həm də məktəbimizin, müəllimlərimizin, valideynlərimizin birgə əməyi nəticəsində olmuşdur. Onun zəhməti, əzmkarlığı, məsuliyyəti və məqsəd yönümlülüyü hər birimiz üçün nümunədir. Qeyd edək ki, Nilüfər Şükürova NYU Şanxay Universitetində təhsil almaq hüququ qazanan ilk Azərbaycanlıdır. Günəş Rızayev, Əfqan Bayramov, Space xəbər.